Biz hal-hazırda Sumqayıt şəhərindəyik və İtkin Şərif Quliyev Əli Əkbər oğlunun ailəsinin ziyarətindəyik. Ana xanım ananın qonağıyıq. Xoş gəlmişsiniz. Çox sağ olun ana xanım anam. Ana xanım ana vətən üçün, xalqımız üçün qəhrəman oğlu böyüdüb, böyüdən bir anadır. Ana əllərinizdən öpürük. Çox sağ olun ki, qapını üzümüzə açdınız və bizi süfrənizə qonaq etdiniz. Biz hər zaman sizə borcluyuq. Çünki siz vətən üçün dəyərli bir övlad böyütmüsünüz və həmən övlad adını hərb tariximizə qızıl hərflərlə yazdırıbdır. Ana, Əli haqqında xatirələrinizdən istəyərdik danışasınız. Və bizi də kövrəltdiniz ki, Əlinin bugünə qədər cəsədi tapılmayıb və itkin şəhiddir. Son arzum odur ki, Əli tapılsın. Heç olmasa mən onun sümüklərini bastırım və bilim ki, mənim ziyarət edəcəyim bir yer var. Hətta deyirsiniz, qurban kəsəcəm. Demişəm, Allah köməyiniz olsun, xoş gəlmişsiniz. Əli 1975-ci ildə Sumqayıt şəhərində anadan olub. 4 nömrəli məktəbdə oxuyub. Çox ağıllı, kamallı uşaq idi. Qəhrəmanlarla həmişə fikirləşirdi ki, mama mən də qəhrəman olacağam. Yəni deyirdi bu sözləri ki, mən də qəhrəman olacağam. Mama mən böyüyəndə vətənpərvər, nə bilim, həmişə o uşaqlarla gedib orada uşaqlarla oynayanda tüfəng oynayırdı. Deyirdi ki, mən səni həmişə qoruyaram, ay mama, heç vaxt səni qoymaram ki, düşmənlərimizi öldürəcəm, səni çox qoruyaram, sənə bir ana kimi. Deyirəm, həyəcanlısınız, anam, həyəcanlıyım. Yox, biz sizə qurban olaq, biz sizə qurban olaq. Savadlı idi, yaxşı, məktəbdə yaxşı oxuyurdu. Özü sən riyaziyyatçı oldu. Riyaziyyatçı idi. O, həmişə idmana gedirdi, yaxşı idmançı idi. Ana biraz həyəcanlıdır. Onu da xatırladaq ki, ailəyə 4 nömrəli Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbin bir qrup müəllimləri ilə gəlmişik. Hansı ki, şəhidimiz o məktəbdə təhsil alıbdır. Və hətta ona dərs deyən müəllimlər də buradadır. Riyaziyyat müəllimi Şahin müəllim də buradadır. Sonra hərbiçi rəhbər, yəni hərbi müəllimimiz də buradadır. Polkovnikdir, Anar Vəliyev. Xoş gəlmişsiniz siz də. Nə yaxşı ki, doğrudan da bizim xalqımızın, vətənimizin Əli kimi oğulları var. Çünki biz qalib xalqıq. Biz ona görə qalib xalqıq ki, bizim şəhadətə ucalan şəhidlərimiz var. Onların sayəsində biz adımızı qızıl hərflərlə qalibiyyət tarixinə yazdıq. Çox sağ olun ana. Çox istəmirəm sizi həyəcanlandıram. İnşallah arzumuza da çatarsınız. Bizim dövlətimiz yəni böyük dövlətdir, qalib dövlətdir. İnanıram ki, tezliklə Əlinin bir sorağını sizə verəcəklər və bu ailə də sevinəcək, gözü yoldan yığılacaqdır. İnşallah yaxın günlərdə Əlinin anım gününə, xatirə gününə, onun oxuduğu məktəbdə mütəbər bir tədbir keçiriləcək və onun adına sinif otağı açılacaqdır. İnşallah, Allah köməyiniz olsun. Allah sizdən razı olsun. Çox razıyam sizdən. Əli oktyabrın 1993-cü ilin oktyabrında əsgər getdi. Nasos Zeynalabdin Tağıyev qəsəbəsində ora düşdü, orada həmən o çasta. Sonra yanvar ayının 3-ü onu apardılar Ağdamın Güllücə kəndinə. Orada mənə məktub gəlirdi, deyirdim amma təzə çıxmışam boydan 15 gün, 20 gündür vuruşurdu, ayaqlarım yara tökür. Yaxşıyam, salamatam, narahat olma. Orada neçə gün nə qədər vuruşdusa, yanvarın 29-u itkin xəbəri gəldi əlinə. Ondan indiyə kimi əlindən bir xəbəri yox. İnşallah, inşallah gözünüz yoldan yığışar və ananın sağ tərəfində yeganə bacımızdır. Yeganə bacı, bilirəm, qardaş haqqında danışmaq sizin üçün çox çətindir. Amma siz başınızı dik tutun ki, siz qalib bir ordunun, əskərinin
bacısısınız, qəhrəman bacısısınız. Əlbəttə ki, çox sağ olun. Həqiqətən o mənə qardaş, həm dayaq. Demək olar ki, uşaqlıqdan biz bir-birimizlə oynayıb böyüdük. Dərslərimizə bir-birimizə yardımcı olduq. O mənə çox kömək olurdu. Düzgün yol göstərirdi həmişə mənə. Əsl qürur verici bir qardaşdır. Bugün də gözümüz yolda qalsa da, yenə də qürurla gözləyirik. Qardaşınızın xəbəri çıxacaq inşallah. Ağlama. Köməkliyi ilə Ağlama həqiqətən bacım. şəhid bacısı olmaq başqa bir aləmdir. Onu sözlə izah eləmək olmur. Nə qədər onun canlı bizə lazımdır, yanımızda lazımdırsa biz bu cür hiss edib qürur keçirdirik. Əlimizdən nə gəlir ki? Əlbəttə şəhidlər ölmür. Hə. Və Aybəniz müəllimə, çox sağ olun. Siz də bizimlə bərabər bugün ailədə ziyarətdə oldunuz. Təşəkkür edirik sizin hər birinizdəki dəyərli vaxtınızı məhz bu ailənin ziyarətində keçirdiniz. Təşəkkür edirik. Amma inşallah arzumuza çatarsınız. İnşallah. Çünki Allah böyükdür, Allah arzuları eşidir. Şəhidlər ölmür. Şəhidlər əbədi qəhrəmanlarımızdır.